Özün necəsənsə o cür ol. Məndən bəzən soruşurlar ki, bir sahədə uğur qazanmaq üçün nə etmək lazımdır? Bir yazıçı kimi deyirəm, səmimi ol. Yəni nə qədər səmimisənsə, sən o qədər daha yaxşı nəticələr verəcəksən və qeyri-adili insanları cəlb eləyir. Qeyri-adi olmaq üçün mən başqa bir şəxsi yamsılamalı deyiləm, alınmayacaq. Necə varsan o cür ol. Öz individuallığı, yəni sən necəsənsə, onu üzə çıxardanda doğrudan gözəl olacaq. Bizim düşüncəmiz kompasa bənzəyir. Kompasın əqrəbi həmişə şimal qütbü göstərir. Şimal qütbünü göstərmək üçün sən kompasın kənarında heç bir maqnit sahəsi olmalı deyil. Ora əgər maqnit daşlarını yaxınlaşdırsan, kompas istiqaməti düzgün göstərməyəcək. Ona görə heç kəsi yamsılamaq lazım deyil. Bizim xalqımızın çox dərin kökü var, çox dərin tarixi mədəniyyətimiz var. Əvəz olunmaz bizim şəxsiyyətlər olub, həm əvvəl, həm də eyni zamanda indi. Və lazım deyil kiminsə dəyərlərini və böyük şəxsiyyətlərini bizlər çalışaq əldə eləməyə. Bizim öz böyük şəxsiyyətlərimizə nə gəlib? Bunları düşünmək lazımdır. Öz millətinlə fəxr eləməlisən, mənsub olduğun ölkə ilə fəxr eləməlisən. Öz milli mənəvi dəyərlərdən qaçmaq lazım deyil. Onu bacardığın qədər o individuallığı qorumaq lazımdır. Əminəm ki, get-gedə daha da yaxşı olacaq.